Salam, hər vaxtınız xeyir olsun, hörmətli Şahidim TV izləyiciləri. Bu günlərin bildiyiniz kimi 8 mart Beynəlxalq Qadınlar Günü bayramıdır. Bu münasibətlə biz ilk öncə şəhid ailələrini, şəhid analarını, şəhid ailələrini və başda şəhid analarımızı, ailələrimiz olmaqla bütün Azərbaycan qadınlarını 8 Mart Qadınlar Bayramı münasibəti ilə təbrik edirik. Bu günlərin hal-hazırda biz şəhid Vətən müharibəsi şəhidi Kapitan Zeynalov Turan Ruslanoğlu'nun abidəsi önündəyik. İndi hal-hazırda onun valideynlərini ziyarət edəcəyik və bu gəlişimizdə məqsəd Vüqar Əvəzov adına 300 sayılı orta məktəbin 2C sinifinin 8 Mart Qadınlar Bayramı münasibəti ilə şəhid anamızı təbrik etmək istəməkləridir. Hal-hazırda Turagül mənzilinin önündəyik. İstərdik ki, şagirdlərimiz anamızı necə təbrik elədiyini sizlərə bildirmişdir. Buyurun. Bir daha salam, hörmətli Şahidim TV izləyiciləri. İlk öncə sizin hamınızı bir olan Allahın adını salamlayırıq. Bugünkü gün məlum məsələdir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətidir. Və bu Beynəlxalq Qadınlar Günü münasibəti ilə ilk öncə başda olaraq şəhid analarını, ailələrini və bütün Azərbaycan qadınlarını təbrik edirik. Biz Şahidim TV kollektivi olaraq, Şahidim TV kollektivi adından 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə şəhid analarımızı, ailələrini, qadınlarını və Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edirik, uzun ömür, can sağlığı arzulayırıq və Azərbaycan Respublikasının şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi İctimai Birliyi sədri Tahir Məmmədov adından da bütün şəhid analarını, ailələrini və Azərbaycan qadınlarını 8 Mart Qadınlar Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Bildiyiniz kimi bəyə aşağıda qəhrəman şəhidimiz Tural qardaşımızın abidəsi önündəydik. Hal-hazırda Tural qardaşımızın abidəsinin mənzilindəyik. Və Vüqar Əvəzov adına 300 sayılı orta məktəbin 2C şagirdləri, 2C sinifinin şagirdləri bu bayram münasibəti ilə istəyiblər ki, şəhid anamızı 8 Mart Qadınlar Bayramı münasibəti ilə təbrik edələr. İndi hal-hazırda biz 2C sinifinin şagirdlərini mənzilə daxil edəcəyik və anamı təbrik edəcəklər. Buyurun, buyurun, hoş geldiniz. Buyurun Mehmet. Bayramınız mübarek. Çok sağ olun. Allah razı olsun. Allah dünyasını Hoş versin. geldiniz. Çok Allah sağ olun. sizden razı olsun. Sağ olun. Siz Allah bir sizden. evlat bitirmişsiniz. Əvəzində yüzlərlə evlat kazanmışsınız. Sizin evladınız hem de bizim məktəbin şagird olur, fəxr ediyor. Sizin kimi analar yüzlərlə, minlərlə belə şəhid, qazi yetiştirir. Biz sizin evlatlarınızın hesabına bugün bayram qeyd edirik. Sizin evlatlarınızın hesabına biz xoş firavan həyat yaşayırıq. Düzdür, Ali Başkomandanımız, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı əmri ilə hücum əmri verildi və qanımız sizin evlatlarınızın qanları, canları hesabına, necə deyirlər Prezidentimizin dediyi kimi, yumruqla bir olduq. Onların hesabına vətənimizin, torpağımıza qovuşduq. İllərlə, 30 illərlə alınmış erməni
düşmənlərimiz tərəfindən, yəni qəddarlar tərəfindən zorla mənimsənmiş torpaqlarımıza qayıtdıq. O torpaq, vətən həsrətində olanlar torpaqlarına qayıtdı. Sizin övladlarınızın qanı hesabına qayıtdı. Biz həmişə bundan qürur duymuşuq, təxir edirik. Çox sağ olun. Allah razı olsun. Deməli müəllimə, mən belə başa düşdüm ki, Var olun. şəhidimiz Tural Zeynalov Quşlu Bəli, sayılır bizim məktəbin getirməsidir. Mən də Allah həmin razı olsun. məktəbin müəllimiyəm. Əsas da buna görə fəxr edirəm ki, məktəbimiz belə bir igid övladları getirir. Vətənpərvər övladları getirir. Bəli. Elə o vətənpərvərlik üçün də mən dərs diliyim. Zeynimizin balalarını gətirmişəm ki, onlar da qürurla, fəxr istəyirəm Çox belə sağ bir ol, şəhid Allah. qarşısında bilsinlər ki, kimə görə, kimin qanı hesabına firavan həyatda yaşayırlar. Bütün şəhidlərimizə Amin. Bütün şəhidlərin anası qarşısında Şəhid da anamızı şəhid. təbrik edin. Anamızı təbrik edin bir-bir. Keçin bəli. Allah sizləri qorusun. Sağlam Buradan böyüyəsiniz. bir tane sen Sağlam oradan böyüyəsiniz. oradan keçin oradan. Təbrik edənlər oradan Sizə keçin. Buradakı keçin bəli. Təbrik edənlər keçin bəli oturun burada. Körpə balalarım. Bayramınız mübarek. Çox sağ ol sənə. Bayramınız mübarek. Bayramınız. Bayramınız Sizə qurban olaram. Oy, sizə qurban olaram. Körpə balalar. Bayramınız mübarek. Çox sağ olun. Allah sizdən razı olsun. Məni çox sevindirdiniz. Allah da sizi sevindirsin. Balaları Çox sağ olun. yetişdirən Var valideynlərimiz olun, də sizi təbrik Allah eləmək istəyir. sizdən razı olsun. Allah balalarınızı qorusun. Sağlam böyüsünlər, atalanalı böyüsünlər. Mən də sizin 8 Mart Qadınlar Bayramınızı təbrik edirəm. Sizə can sağlığı arzu edirəm, xoş günlər arzu edirəm. Var olasınız. Çox sevindirdiniz məni. Allah da sizi sevindirsin. Bir şəhid anası kimi. Dualarım bu körpə balalarımızla, sizinlədir. Var olasınız. Yəni mən təkcə müəllim olaraq təbrik etmirəm. Mən özüm də 3 övlad anasıyam. Allah saxlasın. Allah saxlasın. Atalanalı Bir böyüsünlər. ana qüruru sizi təbrik edirəm. Çox çətin. Allah heç bir valideynə evlad acısı göstərməsin. Mən Turalla həmişə fəxr eləmişəm. Həmişə birinci sinifə gedəndən mən Turalla fəxr, indi də fəxr eləyirəm ki, o cürə mənim igid, qəhrəman oğlum olub. Onun zabit yoldaşları, onun əskərləri qalxıram göyə, enirəm yerə. Deyirəm, ay Allah, mənim necə qorxmaz igid mənim oğlum olub. O hətta əskərlərini arxada saxlayıb bir dənə zabitlə döyüşə girir. Elə oğlun anasıyam. Düzdür, mənim üçün çətindir. Həm çətindir, həm qürurluyam. Yəni, çox sağ olun. Allah sizlərdən razı olsun. Sizə Allah səbir versin. Allah rəhmət etsin. ağlamayın bugünkü gün, sizə qurban olarım. Yox, onsuz da bizim şəhidlərimiz ölmür ki. Bizim şəhidlərimiz həmişə yaşayır. Həmişə o şəhidin zirvəsi özü həqiqətən çox gözəl, vüqarlı, ən yüksək bir uca zirvədir. Onunla yəni fəxr edin ki, övladınız ən yüksək bir zirvədədir. O zirvəni heç kim əvəz edəməz. Heç bir sənət, peşə. Sağ olun, var olasınız. Ben bunu her zaman söylemişim ki, ister kimliğinden asılı olmayaraq hər bir dövlət məmurundan tutmuş hər bir vətəndaş ilk öncə minnətdar olmalıdır müəllimələrə ki, müəllimələr bu şagirdlərə biliyi, tərbiyəni öyrədir. Düzdür, ilk öncə övlad ailədə tərbiyə görür, amma onun boyu başa çatmasında və ərsiyyət çatmasında, vətənpərvər olmasında, elmə yiyələnməsində bilavasitə ən birinci başlıca rol müəllimlərin üzərinə düşür. Mən bu gün Afət müəllimə sizlərə dərin təşəkkürümü bildirirəm. Şəhidin TV adından və bizim Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranları müdafiəçi ictimai bilgin sədri Tahir Məmmədov adından ki, həqiqətən də siz bu günlərin bu uşaqları vətənpərvər böyüdürsünüz. Vətən naminə necə mübarizə aparmağı öyrədirsiniz, bilik verirsiniz və ən başlıcası odur ki, mən bugünkü hücumun həqiqətən də mənə çox gözəl bir təəssürat hissi var. Bu elin, bu obanındır, bu vətənindir.
Sizlərə dərin təşəkkür bildiririk, valideynlərimizə dərin təşəkkür bildiririk ki, həqiqətən də belə vətənpərvər övladlar böyüdürsünüz. Və mən şəhidinə dəyər verən, qiymət verən hər bir Azərbaycan vətəndaşına, oğluna, qızına öz dərin təşəkkürümü bildirirəm ki, ilk növbədə görürsünüz, qadınlardır. Sizlər də qadınlarsınız. Sizlər də özünüz hədiyyə, 8 manat hədiyyəsi gözlədiyiniz bir vaxtda ilk öncə şəhid anasını yada salıb, şəhid anamızı təbrik edirsiniz. Allah sizlərdən razı olsun. Allah Teala anaya da, o şəhidimizin torpağı sana ömür versin, Asiyada. Və Allah Teala Tural qardaşımızın simasında olan bütün şəhidlərimizin məkanının cənnət məqamlarımızı etsin. Biz heç vaxt şəhidlərimizə Allah rəhmət eləsin demirik. Çünki nəyə görə? Şəhidlər ölmür. Şəhidlər ölmür. Ona görə də hər zaman söylüyoruz ki, şəhidlərimizə salam olsun. Çox sağ olun, təşəkkür edirik bir daha. Ana, sizlərə bir daha uzun ömür, can sağlığı arzuluyoruz ki, siz yaşayasınız bizim bu şəhidlər. Düzdür, bax, belə qeyrətli oğullar, qızlar varsa bizim şəhidlərimiz heç vaxt unudulmayacaq. Unudulmayacaq və başda bu cür müəllimələr varsa əgər, bu qeyrətli müəllimələrimiz varsa bizim şəhidlərimiz heç vaxt unudulmayacaq. Bir daha Allah səbrinizi versin. Çox sağ olun, var olasın. Bu bizim borcumuzdur. Təbrik Bizim ediyorum. təkcə müəllimlik borcumuz yox, həm də bizim bir ana kimi olaraq, bir Azərbaycanlı olaraq borcumuzdur. Biz bütün şəhidlərin qarşısında baş əyirik, onlara hər zaman borcluyuq. Eyni zamanda qazilərimizin, eyni zamanda bugün qarlı, çoğunlu havada orada müdafiə edən, vətənini qoruyan əsgərlərimizin qarşısında. Bəli, görürsünüz, Afət müəllimə, mən bizə bir şey deyim sizə. 2020-ci ilə görə qədər Azərbaycanda başqa bir ab-hava idi. 2020-ci ildə ki, Vətən müharibəsi başlayanda ki, Müzəffər Ali Başkomandanımız ki, dəmir yumruq qaldırdı. Həmin o dəmir yumruq altında həmrəy olan, bir olan xalq, hətta ordumuzun və Müzəffər Ali Başkomandanımızın apardığı düzgün siyasətin nəticəsində və bu xalqın dəstəyi ilə biz zəfər qazandıq. Və mən arzu edirəm ki, bu həmrəylik, birliyi hər zaman qoruyaq. Və bizim Azərbaycan ordusunun, Azərbaycan dövlətinin zəfərləri daha bol olsun. Allah bir daha sizlərə uzun ömür, can sağlığı versin. Təşəkkür edirik ki, bugünkü bütün şəhid analarımızı yaddan çıxartmışsınız. Nəinki siz, bütün Azərbaycan xalqının borcudur ki, şəhid analarına bayram günləri yad eləyib, onları təbrik edirlər. Çox sağ olun. Bayramınız mübarək. Çox sağ olun. Ana, Allah sizdən razı. Mən də hər birinizi təbrik edirəm. Allah sizlərdən razı olsun. Bugün məni sevindirdiniz. Allah da sizləri sevindirsin. Allah balalarımızı qorusun, əzizlərimizi qorusun. Var olasınız. Gələn ayaqlarımız ağrımasın. Çox sağ olun. Çox sevindirdilər. Allah da sizi sevindirsin. Bir ana kimi Səbinə xanım, siz də çox sağ olun. Qardaşım, Allah sizdən razı olsun. Şəhid ailələrinə dəyər verirsiniz həmişə. Şəhid ailələrinin yanında olursunuz. biz şəhidin TV kollektivi olaraq hər zaman şəhid ailələrinin Çox sağ yanındayıq və olun. Minnətdaram onların hər birinizə. Sağ olun. Çox sağ olun. Var olasınız. Sağ olun. Salam aleyküm, hörmətli şəhidin televiziya izləyiciləri. Gördüyünüz kimi biz artıq ikinci şəhid evindəyik. Bu günlərim 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə ilk öncə şəhid analarımız, ailələrini və Azərbaycan xalqının bütün qadınlarını səmimi qəlbdən təbrik edirik. Və bu günlərim şəhidin TV kollektivi Vüqar Vəzirov adına, Əbəzov adına 300 saylı orta məktəbin 2C sinifinin şagirdləri ilə şəhid anamızı 8 Mart Qadınlar Bayramı münasibəti ilə təbrikə gəlmişik. Və Azərbaycan Respublikası şəhid əlilləri və müharibə veteranları müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından da, şəhidin TV adından da şəhidimizin valideynini, anasını 8 Mart Qadınlar Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
şəhidimiz Qəfər Namir Rasimovun mənzilindəyik. Bildiyiniz kimi gəlişimizin məqsədi hamıya məlumdur. Bu günlərim Vüqar Əbəzov adına 300 saylı orta məktəbin 2C sinifinin şagirdləri 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə şəhidimizin anasını təbrik eləmək üçün gəlmişdi. Biz də şəhidin kollektivi olaraq, şəhidin TV kollektivi olaraq və Azərbaycan Respublikasının şəhid ailələri, əlilləri və var böyütənlərlə və İctimai Birliyin sədri Tahir Məhəmmədov adından sizə 8 Mart Qadınlar Bayramı münasibətilə səmimi qatlar təbrik edirik. Sizə uzun ömür, can sağlığı buyuruq. Allah Amin qardaşımızın və Amin qardaşımızın timsalında bütün şəhidlərin məkanını cənnət məqamlarını uca etsin. İstərdik ki, şagirdlərimizi dəvət edək. Sizi dəvət etmək. Özümü boş bildim şəhid anasının, qəlbi qırıq bir ananın dəyərləndirməyi. Bizim torpaqlarımız üçün övlad böyütdünüz, qeyrətli bir oğul. Şəhidlər ölmür, şəhidlər həmişə yaşayır. Sizin qarşınızda baş əyrik, sizin kimi bir analar, bu cür qeyrətli yüzlərlə, minlərlə övlad anaları sizin simanızda, sizin kimi canını qurban verən övladlar yetişdirmişsiniz, qeyrətli oğul böyütmüşsünüz. Sizin sayənizdə biz torpaqlarımıza qovuşmuşuq. Sizin sayənizdə sizin övladlarınızın qanı, canı hesabına biz xoş günlərin sədasında qalırıq. Bu qürur mənbəyidir bizim üçün, vüqar hissidir bizim üçün. Sizin də ən böyük vüqar mənbəyinizdir ki, ən yüksək zirvədə olan, ondan yüksək alt, ondan yüksək zirvə mən tanımıram, şəhidlik zirvəsi. Yenə də sizi təbrik edirik. Övladınızı torpağına qoydunuz, vətən uğrunda. Amma əvəzində minlərlə, yüzlərlə övlad qazandınız. Vətənin belə bir qeyrətli övladı olduğu üçün mən fəxr edirəm. Bayramınız mübarək. Görüşün təbrik. Bayram günündə şəhid anasını yad etmək məqsədi ilə gəldik və hədiyyə olaraq sinifimizin uşaqları şeir demək istəyirlər. İki kimi getmişdin, iki kimi qayıtdın. Sən özbək otağına şəhid kimi qayıtdın. Bizi dara bəri, ağ illər qaradır. Varmı ilə bir zəfəri bərabər, gözəllik aşıq salır, hissi qarışıq salır. Qələbət sıra kimi vətəni ışıq salır. Yenə candan can alidə igidim var Azərbaycan. Vətən sağ olsun deyən şəhidim var Azərbaycan. Nə əziyyət çəkdi körpələr, bədənə ayrıldı bir neçə yerə. Qaranlıq gecədə ay yumru gözün, şahidlik etmədi bu vəhşiliyə. Üç rəngli bayrağın gözümün işığıdır, azadlıq yaşında yağan göy quşağıdır. Payız gəldi, yenə gözəksizdir. Neçə şəhid verdim. Vətən müharibəsində biz qələbə qazandıq. Bu gün anım günüdür.
qəhrəmanları andıq. Asta basan o torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış palçıqda, sönmüş şəhid həvəsi var. Sevimli dünyam mənim, şif-şirin görəyəm mənim, mehriban anam mənim, vətənimdir vətənim. Qurba olum yavaş gəzim, bu dağlarda, bu daşlarda, qanla yazıldı tarixdə, izlər vətən uğruna, şəhidlər getdi, amma unudulmadı azadlıq. Yenə candan can ayrıldı, şəhidim var Azərbaycan, vətən sağ olsun deyən, yiğidim var Azərbaycan. Bir daha təbrik edirəm. Yəni, düzdür, qəlbi qırırsan, övlad torpağa qoyursan, ancaq neçə minlərlə, yüzlərlə edilməz. Çox gözəl başa düşür. Mən də övlad anasıyam. Amma ən azından bir fəxr yerindir ki, qeyrətli bir övlad yetişdirmişsən. Şəhidlik zirvəsində olan bir övladın anasısan. Bir daha bayramını təbrik edirəm. Çox sağ olun. Çox sağ olun. Allah razı olsun. 300 nömrəli məktəbin kollektivinə, direktoru başda olmaqla hamınızı, mən də bütün qadınları təbrik edirəm. Qadınlardır bu igidləri dünyaya gətirən. Allah bütün cəm şəhidlərimizin məkanı cənnət olsun. Siz də xoş gəlirsiniz bizim evə, Amin ocağına. Amin çox qəhrəman oğluydu, Moralikinin əskəri idi. Qisas əməliyyatında şəhid oldu, kəşfiyyatçı idi. Erməni ünsürləri bizim tərəfə keçdilər sülh dövründə. Bizimkilər də onlara cavab vermək üçün qisas əməliyyatına getdilər. Nə deyim, bütün Azərbaycanlı igid oğlanları yaşasın, qoy yaratsın. Amin. Vətəni xilas elədilər bir yarısı igidlər. Yarısı da qoy ölkəmizin siyasətini irəli gətirsinlər, biliklə, savadla. Qalan oğullarımız da vətəni qorusun. Allah qazilərimizin canını sağ eləsin, onlara şəfa versin. Bütün şəhidlərimizə də Allah rəhmət eləsin. Çox sağ olun, bizi yad eləmişsiniz. Ana, deməli bizim ən kiçik sakinimiz Nihat. O da sizin ziyarətinizə gəlib, sizlə istəyir ki, bir görüşsün, bir şəkil çəkdirsin sizlə. Bu da Azərbaycanın gələcək əsgəridir. Qəhrəman ananın anasından şəkil çəkdirmək hər oğula nəsib deyil. Ən böyük fəxrdir. Bəli. Bəli, hörmətli şəhidin televiziyləri, gördüyünüz kimi bu Qarabağ adına 3 saylı orta məktəbin 2C sinifinin müəllimi və şagird kollektivi valideynlərlə birlikdə şəhidimizin anasını ziyarət etdi. Şəhid qəhrəman qardaşımız Şəhid Aminin anasını ziyarət etdi və Beynəlxalq Qadınlar Günü münasibəti ilə anamızı təbrik etdi. Biz də öz növbəmizdə bütün ilk öncə 8 Mart Qadınlar Bayramı münasibətilə ilk öncə şəhid analarını, ailələrini və bütün Azərbaycan qadınlarını təbrik edirik. Bayramımız mübarək olsun deyirik və bir daha Allah təala cəmi şəhidlərimizin məkanın cənnət, məqamlarımızı etsin, şəhidlərimizə salam olsun deyirik. Ana, Allah səbrinizi versin, bir daha bayramımız mübarək olsun. Çox sağ olun, Allah razı olsun, gəldiyinizə görə minnətdaram. Şəhidini yad eləyən oğul qızlar.